Sosial şəbəkələrdə hansı rəylər gəlirdi? Yenə də deyirəm, bəlkə 100 şərh yaxşı olsaydı rəylər, onun 5-i kimsə yazsaydı ki, olmaz, bu nə deyirsən, mən onu o dəqiqə saxlayardım. Yəni ki, deyərdim, yox, cəmaət narazı. 100-ü razıdırsa, 5-i də nəzərə almaqda olmaz. Yəni, heç mən görmədim. Yəni, şəhid anaları, şəxsən mənim çox izləyicim var, şəhid anaları, qazi anaları, qazilər özləri. Onlar həmişə mənə o qədər şərhlər gəldi ki, mənim bir ağlaya-ağlaya sən məni güldürdün. Yəni, müharibə ərəfəsində hamı yazırdı da, yəni ki, hər adamın işi deyil adamı güldürmək. Müharibə gedə-gedə, şəhid verə-verə. Elə bir ki, mən də bu tərəfdə, nətər deyimi, bir mübarizə aparırdım. Mən də işdən yorulub gəlib evdə yatmışam. Daş kimi yoldaşım Aniyə gəldi ki, bəs Paşıq dur, müharibə başlayıb. Mən dedim, az başlayıb qoy biraz yatdım. Dedi, dur ayağa azabızın olsa girdi Qarabağa, məni taxdı belə. Mən də dedim, az girdi dələ, qoy öz torpaqlarını qoy girsinlər, bax belə olur. Tez durdum tələsik, 2 ayağımı bir şalvarı, 2 ayaqqabıya belə geyindim, düşdüm həyətə. Əl atdım telefona, yığdım ayarı ki, dedim, nətərdir vəziyyət, hardasan belə. Qayıtdı koridordayam. Dedim, nətər koridordasan, bə deyirlər, müharibə başlayıb. Qayıtdı, Laçın koridorunu yox, evdə koridordayam. Yəni, mən elə bu şərhlər, yazılan şərhlərdən deyirəm, ha. Ki, mənə deyirlər ki, məsələn, sən də bu tərəfdə bir mübarizə aparsan, insanları güldürürsən.